Selamünaleyküm. Sağ olun. Sağ olun. Bu medallar ne kadar çok medal olmuş. 1, 2, 3, 4. Ha? Get. Seninki de çok. Bunların hamısı yine yarışlarını almışsınız. Maşallah, maşallah. Seninki de bir tane değil, seninki de çok olacak. Narahat olma, sen bunlardan bulacaksın. Seninki de çok olacak. Evet, geçin, haydi. Sizin şahmat sahəsində nailiyyətləriniz mənə məlumdur. Ancaq sizin özünüzdən eşitmək istəyirdim. Nə demək istəyirsiniz? Nə işlər görmüşsünüz? Nə nailiyyət əldə etmişsiniz? Ya sən danışacaqsan? Yaxşı, başlasın Vahid müəllim. Möhtərəm Prezident, ilk növbədə icazə verin Azərbaycan şahmatçıları adından sizi prezident seçilməyiniz münasibətilə təbrik edim. Və eyni zamanda dünya çempionu Anatoli Karpovun, belə FİDE'nin prezidenti Kirsan İlyumjinovun sizə təbrikini mən çatdırın və salamlarını çatdırın. Bizi qəbul etdiyinizə görə öz minnətdarlığımızı bildiririk. Və eyni zamanda bu il sizin gənc şahmatçılar Teymur Rəcəbov və Vüqar Həşimovun sərəncam imzaladığınız onların inkişafı üçün 60 milyon hərəsinə pul ayırdığınız görə burada minnətdarlığımızı bildiririk, fürsətdən istifadə edirik. Bu sərəncamın olduqca böyük əhəmiyyəti oldu. Tək nəinki bu uşaqlar üçün, ümumiyyətlə çox böyük əhəmiyyəti oldu, mən açığını demək istəyirəm. Əvvəla mən onu deyim ki, 2 ay əvvəl Elista'da Dünya Şahmat Olimpiyadası vaxtı Beynəlxalq Şahmat Federasiyasının 157 ölkəni təmsil edən Beynəlxalq Şahmat Federasiyasının kongresi keçirilir. Və bu kongresdə biz bu sərəncam barədə, dövlətin belə qayğısı barədə, şəxsən sizin qayğınız barədə biz orada məlumat verdik. Və bu çoxları üçün çox böyük təəssürat bağışladı. Çoxları bizə yaxınlaşıb maraqlanırdı ki, ölkə prezidenti uşaqların belə qayğısına qalır, şahmatın inkişafına belə qayğısına qalır. Və maraqlanırdılar, özdə təəssüflə qeyd edirlər ki, onların ölkələrində belə bir sərəncamlar prezident tərəfindən, ölkə hakimiyyət tərəfindən qəbul olunmur. Bu, bunun bir tərəfi. Digər tərəfdən bu sərəncamın maddi tərəfindən, uşaqlara kömək tərəfindən, mənəvi tərəfindən mən qeyd etmək istəyirəm. Ona görə ki, bu sərəncam Respublikada çox böyük belə şahmatın inkişafına bir təkan verdi. Ona görə ki, mətbuat, televiziya vasitəsilə bu sərəncamın geniş təbliğ olunması